19 səhifəlik sənədin ilk səhifəsində 512 vurulsun 256 ölçülü, palitrasında 1024 rəng çalarına malik qrafik təsvir var. Deməli, ilk səhifədə varsa, deməli, məndə neçə dənə şəkil var ümumilikdə sənəddə? Bircə dənə şəklim var, o da ilk səhifədədir. Bir şəklim var. Digər səhifələrində isə, qalan səhifələrində, hər birində 2048 simvol olmaqla 1024 simvollu əlifbada kodlaşdırılmış mətin var. 10 belə sənəd 5 megabayt boş sahəsi olan diskə yazılarsa, diskdə qalan boş sahənin həcmini kilobaytla hesablayın. Əvvəlcə bir sənədin həcminə baxaq. Bir şəkildən ibarətdir sənədimiz və qalan səhifələr deyirsə, deməli 18 səhifəsində yerləşən, hər səhifədə 2048 simvol olan bir mətindən ibarətdir. 2048 simvolu olan bir mətindən ibarətdir. Deməli, mən nə etməliyəm? Bir şəklin həcmini hesablamalıyam. Bir şəklin həcminə baxaq. Bir şəklin həcmini mən necə hesablayıram? Piksel sayını vururam nəyə? Piksellərin, bir pikselin həcminə. Bir pikselin həcminə. Deməli, pikselin sayı verilib bizdə. 512 vurulsun 256'dir. Yəni 209 vurulsun 208'dir. Bəs bir pikselin həcmi nəyə bərabərdir? Baxıram nə deyir? 1024 rəng çalarına malikdir. Yəni şəklində mənim nə qədər rəng çalarım var palitramda? 1024. Hard düsturuna əsasən bir pikselin həcmini tapanda nə edirəm? 210'dan 10'u götürürəm. Yəni ki, deyirəm bir pikselin həcmi nəyə bərabərdir məndə? 10 bitə bərabərdir. İndi bunu hesablayaq. Onu hətta belə də ayıra bilərik. 5 vurulsun 2 üstü 2 kimi. 2 üstü, daha doğrusu 5 vurulsun 2 üstü 1 kimi. 2 üstü 9 vur, 2 üstü 8 vurulsun, 2 üstü 1 vur, 5 yazaram. Və yekun nəticə olaraq taparam ki, mənim həmin bu faylım 5 vur, 2 üstü 18 bit yer tutur. Gəlin bunu kilobayta keçirək. Çünki sonda zaten bizden kilobaytlarla istəyir cavabı. Gəlin bunu kilobayta keçirdək və yazaq ki, 5 vur, 2 üstü 18 böl, 2 üstü 13 bərabərdir. 2 üstü 13 ilə 2 üstü 18 ixtisara gedər. 2 üstü 5 qalar. Yəni ki, 5 vur, 2 üstü 5 kilobayt. Gəlin ona belə yazaq. 5 vur, 320, yəni ki, 160 kilobayt. Deməli, mənim həmin şəklim nə qədər yer tutdu? Həmin şəkil məndə 160 kilobayt yer tutdu. İndi gəlin mətn hissəsinə baxaq. Yəni ki, 18 səhifəli o mətnimizə baxaq. Mətn informasiyasını necə hesablayıram? Simvol sayını vururam nəyə? Bir simvolun həcminə. İndi məndə simvol sayını necə tapıram? Deyir ki, 18 səhifəm var və hər səhifədə 2048 simvolu var. Yəni ki, simvol sayı buna bərabərdir. 18 vurulsun 2 üstü 11. Bəs bir simvolun həcmi nəyə bərabərdir? Baxın deyir, 1024 simvollu əlifbada yazılıb. Baxın, yenə eyni qaydadır. Hard düsturuna baxıram. 1024 simvolum var. 2 üstü 10'dursa deməli nədir? 10 bit yer tutur hər biri. Deməli 10 bit yer tutur. Hər bir simvol. Bu qədər. Gəlin buradan nəyi tapaq? Həmin o ümumi həcmi tapaq. Deməli, bunu ikinci qüvvətləri kimi yazsaq, 18 yazaram, 9 vur 2, vur 2 üstü 11, vurulsun. Onu da belə yazaq, 2 vur 5. Neçə edir? Edir 45 vurulsun 2 üstü 13 bit. Bu da bərabər edir 45 kilobayta. Nəyə görə? Çünki 2 üstü 13'ə bölməliyəm ki, kilobayta keçirək. Deməli, mənim mətnim də ümumilikdə nə qədər yer tutdu? 45 kilobayt yer tutdu. İndi, deməli, mənim sənədimdə bir dənə şəkil var idi, 18 səhifəlik bir mətin var idi. Şəkil bizdə 160 kilobayt yer tutdu, mətin məndə 45 kilobayt yer tutdu. Nə edəcəm bir sənədin həcmini tapmaq üçün? Bir sənədin həcmini tapmaq üçün bunları cəmləyəcəm. Yəni ki, ümumi nəticəm alınacaq 205 kilobayt. 205 kilobayt. Deməli, bir sənədin həcmi bu qədərdir. İndi, bax, yekunda bizdə nə deyir? Deyir ki, bizdə 10 belə sənəd 5 megabayt boş sahəsi olan diskə yazılarsa, diskdə qalan sahənin həcmini kilobaytla müəyyən edin. Bizə bilir ki, sənədlər diskə köçürülərkən, hər bir fayl diskə köçürülərkən harda yadda saxlanılır? Klasterlərdə yadda saxlanılır. Və hər bir fayla ayrı-ayrı klasterlər ayrılmış olur. İndi bu sənəd 205 kilobaytlıq bir informasiyası var
Ona buna neçə dənə klaster lazım olar? Gəlin bunu 4-ə bölək. 4 kilobayta bölək. Neçə edir burada? Edir 51 tam 4'te 1. 51 tam 4'te 1. Bu 4'te 1 de zaten bizde yeni bir klastere yazıldı. Yani 51 klasteri tam doldurmuşuq. Bir de başka bir klastere keçmişik. Yani ümumilikdə neçə klaster lazım olur bize? 52 klaster lazım olur. 52 klaster lazım olur. 52 klasterində ümumi tutduğu həcm 210 kilobayt, yox, daha doğrusu 208 kilobayt edir. 208 kilobayt edir. 208 kilobayt. İndi 208 kilobayt edirsə, bir sənəd diskdə 208 kilobayt yer tutursa, 10 sənəd nə qədər yer tutar? 10 sənəd bizdə 2080 kilobayt yer tutar. 2080 kilobaytı da hesablayarkən nə edərəm? 2080 kilobaytı 5 megabaytdan çıxaram. Çünki diskimdə 5 megabaytlıq yer var. 5 megabayt da bizdə ümumilikdə 5 vur 1024 kilobayta bərabərdir. 5 vurulsun 1024 kilobayta. Bu da bizdə edir 5120 kilobayt. Mən bundan çıxacam nəyi? 2080 kilobaytı çıxacam və bəndə yekun cavab edəcək 3040 kilobayt. Bu qədər. Cavabımız oldu 3040 kilobayt.